Bəli, Avropa Mərkəzi Bankının bu son xəbərdarlığı qlobal maliyyə bazarında ciddi narahatlığa səbəb olub. Bankın vitse-prezidenti Luis de Guindos bəyan edib ki, İrandakı hərbi münaqişə Avropa İttifaqının bank və biznes sektorunun dözümlüyünü sınağa çəkir. Hesabatda qeyd olunur ki, davam edən müharibə fonunda enerji daşıyıcılarının, xüsusən də neft və qazın qiymətlərinin artması inflyasiyanı sürətləndirir. Bu isə Avropanın iqtisadi artım tempini zəiflədir və real sektor üçün təhdidlər yaradır. Mərkəzi Bankın ekspertləri xəbərdarlıq eləyirlər ki, maliyyələşmə xərclərinin artması dövlətlərin və şirkətlərin borclara xidmət imkanlarını çətinləşdirəcək. Maliyyə sisteminin 2026-cı ildə şoklara qarşı müəyyən dözümlük nümayiş etdirdiyi bildirilsə də, yaxın şərqdəki müharibə artıq bu kövrək sabitliyi sarsıdır. Vəziyyəti ağırlaşdıran digər amil isə qlobal ticarətdəki qırılmalar və beynəlxalq əməkdaşlıqla bağlı yaranan qeyri-müəyyənliklərdir. Belə bir geosiyasi şəraitdə kritik infrastruktura qarşı kiber risklər və hibrid təhdidlər də sürətlə artmaqdadır. Bundan əlavə, bank tərəfindən qeyri-bank kredit təşkilatlarının qeyri-şəffaf fəaliyyəti də ciddi nəzarətə götürülüb. Ekspertlər hesab edirlər ki, Amerika Birləşmiş Ştatları bazarından gələ biləcək mənfi təsirlər fonunda likvidlik çatışmazlığı aktivlərin məcburi satışına yol aça bilər. Analitiklər isə vurğulayırlar ki, bu hesabat Avropa iqtisadiyyatının uzun müddətli böhran məsələsinə qədəm qoyduğunun etirafıdır. Müharibənin doğurduğu enerji şokları qarşısında qitənin maliyyə institutları daxili bazarı qorumaq üçün daha sərt addımlar atmaq məcburiyyətində qalacaqlar.